Herkese selam dostlar. Bu videoda internetten pul kazanmaklar 10 sırf söyleyeceğim. Diyelim sana 10 saniye evvel kanala abone olup bildirim açın. Belki bize böyle bir destek çıkmış olacaksınız. Saytın linkini de açıklama bölmesine koyacağım. Oradan cep gate'den ve pul kazanabilirsiniz. İnsanca saytın gate'den geçme olarsa pul kazanmaklar 10 sırf gösterim. İlk önce sayta daxilində qarşımıza böyle bir səhifə açılır. Dostlar buradan qeyddən keçmək üçün birinci bölməyə email yazırıq, ikinci bölməyə üzernamə yazırıq, yəni login yazırıq, üçüncü bölməyə password, yəni şifrə yazırıq, dördüncü bölməyə həmən şifrəni təkrar yazırıq və burada bu işarəyə daxil olaraq və daha sonra bizə akkaunt bölməsinə daxil olaraq isə qeyddən keçirik. Qeyddən keçdikdən sonra bizə sayta daxil oluruq. Sayta daxilində qarşımıza belə bir səhifə açılacaq dostlar. Saytı sizə tanıtmamışdan qabaq ilk öncə biz daxil oluruq Binance-yə. Necə pul yatırmaq, Binance-dən necə pul yatırmaq, necə pul çəkmək lazımdır, onları sizə göstərirəm. Dostlar, ilk öncə pul yatırmaq üçün burada yuxarıda fondik bölməsi var. Fondik bölməsinə daxil oluruq. Vəsait əlavə etmək bölməsi var. Vəsait əlavə etmək bölməsinə daxil oluram. Daha sonra bizə burada baxın Rate Trading bölməsi var. Həmən bölməyə daxil oluram. Bura bölməyə daxil olandan sonra bizə burada baxın al var. Al bölməsindən istədiyiniz məbləğdə buradan USDT olsun və yaxud ki hər hansısa bir kriptovalyuta almaq olur. Məsələn burada limitlər var, limitləri görmək olur. Limitlərdən məsələn deyək burada belə deyim bank kartlarını görmək olur, hansı bank kartlarını almaq olur. Məsələn birinci seçdiyi burada minimum 100 manat da alış və yaxud ki 50 manatlıqlar da var burada. Məsələn burada al bölməsinə daxil olursunuz. Belə sizə göstərim. Burada yazırsınız ki məsələn məbləğ yazırsınız bura, məsələn yazırsınız 300 manat. Daha sonra mesela burada sifariş ver bölməsinə vuraraq da sizin belə deyim buradan belə deyim USDT olaraq da pul vəsaiti almaq olur kripto belə deyim Binance-də. Yəni Binance-dən kripto valyuta almaq belədir. Məsələn dostlar aldıq buradan kripto valyuta burada isbat bölməsinə daxil oluram və daxil oluram sayta. Sayta isə necə depozit etmək lazımdır onu sizə göstərəm. Burada depozit etmək üçün dostlar baxın burada yuxarıda 3 xətt bölməsi var. 3 xətt bölməsinə daxil oluram. Daha sonra isə burada Neft depozit bölməsi var. Həmən bölməyə də daxil oluram. Daha sonra isə burada nə qədər məbləğ yatırmaq istəsəniz burada yaza bilərsiniz. USDT BEP20 kimi, TRC20 kimi yatırmaq olur. Məsələn BEP20 kimi yatırım etmək istəsəniz bura $500 məsələn deyək 100 manat aldıq və 300 manat aldıq. Bura yazırsınız məsələn $200 və burada submit bölməsi var. Baxın burada BEP20 də var, TRC20 də var. Məsələn BEP20 kimi submit bölməsinə daxil olursunuz və qarşınıza belə bir səhifə çıxır. Burada baxın payın up bölməsi var. Həmən bölməyə daxil olursa qarşınıza yenidən belə bir səhifə çıxacaq. Burada sizə verilən bu linkdir. Bu linki kopyalayırsınız və yenidən daxil olursunuz Binance-yə. Binance-yə daxil olursanız burada göndər bölməsinə daxil olub daha sonra Virtual bölməsinə daxil oluram. USDT-ni seçirəm. Oradan kopyaladım adresi birinci bölməyə yerləşdirəm. İkinci bölməyə BNB Smart Coin BEP20 adresi seçirəm. Üçüncü bölməsində yatırım etmək istəsəm onu yazıram. Məsələn $200. Burada sənədləşdir bölməsinə vuraraq da yatırımımızı belə edə bilirik. Və Binance-da necə pul çəkmək olur? Binance-da pul çəkmək üçünsə yenidən burada məsələn fundik bölməsinə daxil oluram. Burada belə deyək USDT seçək. Bir dəqiqə dostlar. Məsələn burada baxın göndər bölməsi var. Göndər bölməsinə daxil olursunuz. Burada PK1 trading bölməsinə daxil olanda daha sonra baxın satış bölməsi var. Satış bölməsinə burada sata bilirsiniz. Məsələn burada da limitləri var. Minimum, maksimum neçə alır və hansı bank kartının ödənişləri edir. Hamısını da buradan görmək olur. Məsələn deyək birinci seçək burada. Məsələn 200 manatlığı EMAN ödəniş edir. Satış bölməsi var burada. Satış bölməsinə vurursunuz və balansınızda nə qədər pul varsa məsələn 200 yazırıq. Və burada sifariş ver bölməsinə vuraraq məsələn EMAN-unuza göndərə bilərsiniz pulunuzu. Buradan da çıxış edirəm. Dostlar indi yenidən sayta daxil oluram. Məsələn burada belə deyək balansımıza pul yüklədi. Burada ekran görüntüsünü də göndəririk bura və submit bölməsinə vuraraq da öz yatırımımızı edirik bura. Yatırımımızı edəndən sonra bizə yenidən 3 xətt bölməsinə vururam və burada baxın buy plan, yəni plan almaq bölməsinə daxil oluram. Baxın dostlar, VIP 1-də yəni $50-dan $999 arası 3.33% gündəlik gəliri. Daha sonra isə burada $1000-dan $4999 arası gündəlik gəliri 4%-dir.
Daha sonra mesela burada 5000 dollarla 50.000 dollar arası gündəlikləri isə 5%'dir. Dostlar onu deyim ki Telegram botları da var. Burada AZN ilə yatırım etmək istəyənlər üçün burada Telegram botları da var. Burada hemen Telegram botlarının açıklama bölməsinə qoyacağım. Başlat bölməsi var. Başlat bölməsinə vurandan sonra isə belə bir səhifə çıxır burada. Yazırsan ki salam Azərbaycan ilə yaza bilərsiniz. Salam mən AZN olarak yatırım etmək istəyirəm. AZN olarak yatırım yani depozit etmək istəyirəm. Yazırsınız bura. Etmək istəyirəm yazırsınız. Daha sonra mesela burada özləri cavab verəcək. Biraz gözləyək dostlar. Cavab verəndən sonra davam edərik. Dostlar, indi belə bir mesaj yazdılar ki, istifadə adınızı və yatırım etmək istədiyiniz məbləği yazın. 1 dollar isə 1.70 qəpiyə bərabərdir. Məsələn, mən yazıram bura öz istifadəsi adımı kasıb evi yazacağım. Daha sonra misal aşağı isə 500 dollar yazacağım. Məsələn, deyək. Kasıb evi yazdım və 500 dollar yazdım. İndi isə biraz da gözləyək dostlar. Videonu da saxlayacağım yenidən. Baxın belə bir bizə kart atdılar ki, bu karta pulu göndərin və belə deyim ekran görüntüsünü, yəni screenshotunu da bizə göndərin. Bizə verilən belə deyim kart nömrəsini də kopyalayırsınız, fərq yoxdur. Belə deyim, istəsəniz hər hansısa bir karta və yaxud da ki emanla da ödəniş etmək olur. Dostlar, mən onun üçün daxil oldum. Emanıma burada karta köçürmə bölməsinə daxil oluram və oradan kopyaladığım adresi kart bölməsinə irəli vururam. Daha sonra mesela burada doğrudur bölməsinə vururam və bura nə qədər məbləğ göndərmək istəyirəm. Məsələn 500 dollar 850 manat edir. Yəni 850 manat yazıb burada belə deyim, köçürmə bölməsinə vurursunuz və burada isə ekran görüntüsünü alıb onlara göndərirsiniz. Baxın, həmin bu kartdır. Məsələn də buradan da göndərdik və belə deyim yatırımımızı edirlər bizim balansımıza. Daxil oluram mən yenidən sayta dostlar. Burada isə hər hansısa bir planı satın almaq olur. Məsələn bura mənim balansımda hal-hazırda 500 dollar var. 500 yazıram bura və burada istəsəniz buradan da yatırım etmək olur. BMP20 TRC20 kimi account balans bölməsinə daxil oluram və baxın dostlar, spend bölməsinə vuranda isə yatırımımızı bura etmiş oluruq. Dostlar, hamısı 60 günlükdür burada. 60 günlük belə deyim 3.3% və yaxud da ki hər hansısa bir faizi ilə burada belə deyim gündəlik belə deyim gəlirlərə qazanmaq olur və hamısı da 60 günlükdür. Onu da deyim biləsiniz. Buradan da geri qayıdıram. İndi isə məsələn necə pul çəkmək olar, pul çəkmək sizə göstərim. Burada 3 xətt bölməsi var, 3 xətt bölməsinə daxil olursunuz. Virtap bölməsi var, virtap bölməsinə daxil olursunuz. Daha sonra mesela burada total balans var, virtap balans var. Burada virtap sentingisə vurursunuz. Burada əvvəlcə mən adresimi yapışdırmışam bura. Onun üçün siz daxil olursunuz və ya Binance və ya hər hansı bir kripto valyuta cüzdanına. Buradan məsələn daxil oldum Binance-ya. Burada vəsaitlər əlavə et bölməsi var. Həmən bölməyə daxil oluram. Daxil olandan sonra bizə burada depozit bölməsinə daxil olub və burada USDT-ni seçirəm. Seçdikdən sonra bizə burada həm TRC20 adresi, həm də BMP20 adresi burada çıxır. İkisini də istəsəniz kopyalayıb bura həm USDT BMP20 adresinizi, həm də ki USDT TRC20 adresinizi buraya yapışdıra bilərsiniz və burada utility bölməsinə daxil olaraq da öz adresinizi buraya yapışdıra bilərsiniz. Yapışdırdıq məsələn dostlar, yenidən virtual bölməsinə daxil oluram. Və burada enter amount, yəni nə qədər məbləğ yazmaq istəyirsiniz onu yazırsınız. Məsələn deyək 50 dollar və burada virtual bölməsinə vuraraq da çəkiminizi edə bilərsiniz dostlar. Çəkim edəndən sonra isə burada pentik bölməsində gözləyilir yazılır, yəni balansınıza pul keçəcək yazılır dostlar. Bir dəqiqə dostlar, biz səfərimizə buy planından almamışıq dostlar. Burada dostlar məsələn 450-ni seçirik və burada paynote bölməsinə varaq da planımızı baxın belə almaq olur. Plan alandan sonra buradan geri qaydırıq. Baxın artıq aktivdir. Gündəlik gəlir faizi 3.33%dir və gündəlik bizə isə nə qədər gəlir gətirəcək burada görsənir. Dostlar, referans bölməsində sizə göstərim. Partner bölməsi var. Partner bölməsinə daxil isə burada sizin həm referans linkinizi buradan kopyalayırsınız. Fərqi yoxdur, hər hansısa bir sosial mediada paylaşa bilərsiniz. Burada isə ona aid komissiyalar qazana bilirsiniz. Daha sonra yenidən sayta daxil olanda isə burada ticket bölməsində isə nəsə bir sualınız olsa burada dostlar o bölmə yox.
Baxın dostlar, burada kontrakt bölməsi var. Kontrakt bölməsini daxilsiniz və burada emailinizi istədiyiniz sualınızı burada isə göndərə bölməsinə verərək də sualınızı göndərə bilərsiniz bunlara. Yenidən pul qazanmaq bölməsinə daxil olaram dostlar. Burada hal-hazırda videoda tanıtmalı heç nə qalmadı. Pul çəkməkdə sizə baş saldım. Burada referans linkiniz var. Bu videomuzda bura qədər olsun. Gələn videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın.